Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Növbəti dərsimizlə dərslərimizə davam edirik. Bugünkü dərsimizin mövzusu söz yaradıcılığı. Bir də sözün kök və şəkilçi olan hissəsindən olacaq. Yəni sözdə kök və şəkilçi necə tapmalıyıq, onu izah edəcəm sizə. Söz yaradıcılığı nə deməkdir? Uşaqlar, söz yaradıcılığı sözün yaranmasından bəhs edən dilçilik bölməsidir. Söz yaradıcılığında dilimizdə sözlər necə yaranır, necə formalaşır, necə inkişaf eləyir, ümumiyyətlə dilimizin söz ehtiyatı necə formalaşır, bu haqda danışacağıq. Uşaqlar, söz yaradıcılığı ümumiyyətlə 3 qrupa bölünür. Dilimizdə sözlər 3 yolla yarana bilir. Birincisi leksik yolla, ikincisi morfoloji yolla, üçüncüsü isə sintaktik yolla söz yaradıcılığı adlanır. Leksik yolla söz yaradıcılığı nələr daxildir? Leksik yolla söz yaradıcılığı amonimlərdən istifadə, yəni sözün mənası, bir sözün müxtəlif mənalarından istifadə etməklə yeni sözlər yaratmaq nəzərdə tutulur leksik yolla söz yaradıcılığında. Yəni amonimlərdən istifadə. Biz bir sözdən istifadə etməklə müxtəlif mənalı sözlər yaradırıq. Məsələn, tutaq ki, əqrəb sözü amonim sözdür. Mən bir sözdən istifadə etməklə iki anlayışın mənasını ifadə edirəm. Bu, həm heyvan mənasını verə bilir, heyvan. Həm də saatın əqrəbi olur, həmin o əşya mənasını verə bilir. Yəni, bir sözdən istifadə edərək, bir söz müxtəlif anlayışlar ifadə edə bilir. Bu, bizim leksik yolla söz yaradıcılığımız adlanır. Morfoloji yolla söz yaradıcılığı. Morfoloji yolla söz yaradıcılığını ətraflı şəkildə bugün sizinlə keçəcəm. Çünki morfoloji yolla söz yaradıcılığı dilimizdə ən çox istifadə olunan söz yaradıcılığıdır. Leksik şəkilçilərdən istifadə deməkdir. Biz bilirik ki, sözün üstünə hər dəfə leksik şəkilçi artırdıqca yeni mənalı sözlər yaradırıq. Buna biz leksik yolla morfoloji yolla, yəni leksik şəkilçilərlə istifadə ilə söz yaradıcılığı deyirik. Hər dəfə sözün üstünə yeni bir leksik şəkilçi artırdıqda sözün mənası dəyişir, fərqli bir söz yaranır. Məsələn, deyirəm, tutaq ki, dəniz sözü, dəniz, böyük su ərazisinə deyirlər, su ilə əhatə olunmuş əraziyə deyirlər. Üstünə mən çi şəkilçisini artırıram, artıq insan anlayışı bildirirəm, yəni dənizdə işləyən insan şəxs mənasını verir. Üstünə lik, yenə də leksik şəkilçi artırıram, artıq peşə məzmunu verir. Yəni, bir sözün üstünə hər dəfə leksik şəkilçi artırmaqla yeni söz yaradıram. Bu olur bizim morfoloji yolla, yəni leksik şəkilçilərdən istifadə ilə söz yaradıcılığımız. Üçüncü söz yaradıcılığı növü isə sintaktik yolla söz yaradıcılığıdır. Sintaktik sözünün mənası, ümumiyyətlə sintaksis sözünün mənası qurmaq, birləşdirmək, tərtib etmək deməkdir. Birləşdirmək. Qurmaq, birləşdirmək və tərtib etmək deməkdir. Yəni, biz sintaktik yolla söz yaradanda iki və daha artıq sözü birləşdirərək təzə mənalı söz yaradırıq. İki sözü yan-yana qoyuruq və yeni bir məzmun, yeni bir məna yaradırıq. Məsələn, tutaq ki, deyirəm ki, keçlik otu, keçlik və ot sözlərindən yaranıb. Bunları biz birləşdirmişik, iki dənə ayrı-ayrı məna verən sözü birləşdirərək yeni bir anlayışın adını yaratmışıq. Bu da olur bizim sintaktik yolla söz yaradıcılığımız. Söz yaradıcılığı 3 qrupa bölündü. Leksik yolla, morfoloji yolla və sintaktik yolla söz yaradıcılığı. Leksik yolla söz yaradıcılığını biz dedik, amonimlərdən istifadə etməklə yaradırıq. Bir sözdən istifadə edərək bir neçə anlayışın adını göstərə bilirik. Morfoloji yolla söz yaradıcılığı leksik şəkilçilərdən istifadə ilə söz yaradıcılığı adlanır. Yəni, hər dəfə sözün üzərinə yeni bir leksik şəkilçi artırdıqca təzə bir məna yaradırıq. Sintaktik yolla söz yaradıcılığı isə iki və daha artıq sözü birləşdirərək təzə mənalı söz yaratmağa deyirik. Növbəti dərsimiz isə uşaqlar, sözün quruluşca növləri, eyni zamanda kök və şəkilçi. Əvvəlcə kök və şəkilçidən danışaq. Kök və şəkilçi. Sözün tərkib hissələrinə daxildir. Kök və şəkilçi sözün tərkib hissəsidir. Bu nə deməkdir? Yəni, söz iki hissədən ibarət ola bilir. Bir kök hissədən ibarət ola bilir və şəkilçi hissədən ibarət ola bilir.
Kök və şəkilçini bir-birindən necə fərqləndiririk? Kök ayrılıqda işlənə bilən, ayrı işlənə bilən və leksik mənası olan hissəyə deyilir. Amma şəkilçi hissəsi isə sözün şəkilçi hissəsi ayrı işlənmir və leksik mənası da olmur. Yəni biz sözdən ayrı şəkilçini ayrılıqda təsəvvür edə bilmirik. Yəni biz şəkilçini sözdən ayrı necə işlədə bilərik ki? Şəkilçi gərək sözün üzərinə artırılsın. Bu zaman biz onu işlədək. Sözdən ayrılıqda işlədə bilmirik biz bunu. Eyni zamanda leksik və qrammatik mənanı keçəndə sizə demişdim ki, leksik məna nədir? Sözü deyərkən ağlımıza gələn, ağlımıza canlanan məna. Və demişdim ki, sizə uşaqlar əsas nitq hissələrinin həm leksik, həm qrammatik mənası olur. Köməkçi nitq hissələrinin şəkilçilərinin isə ümumiyyətlə leksik mənası olmur. Yalnız qrammatik mənadan ibarət olur onlar. Ona görə də deyirik ki, şəkilçi ayrılıqda işlənmir və leksik mənası olmur. Yalnız qrammatik mənası olur. Sözün tərkib hissələri bunlardır. Uşaqlar, ümumiyyətlə sözdə sözün kökünü tapmaq üçün biz iki üsuldan istifadə edə bilərik. Ümumiyyətlə, yadınızda qalsın ki, biz sözün üzərində, məsələn, yalnız kök də ola bilər, söz yalnız kökdən də ibarət ola bilər. Eyni zamanda köklə bərabər şəkilçidən də ibarət ola bilər. Hər halda sözün üzərində biz kökü tapmaq istəyiriksə, bu zaman iki hala fikir verməliyik. Kökün tapılması, gəlin onu qeyd edək ayrıca. Kökün tapılması. Sözün kökünü necə tapırıq? Biz sözün kökünü taparkən uşaqlar iki dənə qaydaya fikir veririk. Birinci qaydamız odur ki, kök kimi götürdüyümüz hissə dildə mövcud olmalıdır. Yəni biz sözün üstündə kökü taparkən biz fikir verməliyik ki, bizim kök götürdüyümüz söz bizim dilimizdə olsun. Məsələn, tutaq ki, pəncərələr sözündə Pəncərələr sözündə mən pən hissəsini kök götürə bilmərəm. Çünki dilimizdə elə bir söz yoxdur. Pən deyə bir sözümüz yoxdur. Və yaxud da pəncə götürsəm, bu zaman ikinci qaydaya da fikir verəcəm. Bu nədir? İkinci qaydanı da qoyacaq. Deməli, birincidə dedik ki, kök kimi götürülən hissə dildə mövcud olmalıdır. İkinci isə köklə sözün, yəni bütöv sözün əlaqəsi olmalıdır. Bu ikinci qaydamız nədir? İkinci qaydamızda deyilir ki, bizim kök olaraq götürdüyümüz hissə sözün ümumi məzmunu ilə bağlı olmalıdır. Məsələn, pəncərələr sözünü. Bax, pəncə sözünü götürdüm mən kök kimi. Pəncərə ilə pəncənin bir əlaqəsi varmı? Bir-birindən tamamilə fərqli olan sözlərdir bunlar. Yəni, pəncə ayrı bir məna verir. Pəncərələr isə ayrı bir məna verir. Mən bunun kökünü pəncə deyə götürə bilmərəm. Bu cəhətdən də deyirik ki, biz bu sözün kökünü pəncərə deyə götürürük, pəncərə. Çünki pəncərə sözü ilə pəncərələr sözünün əlaqəsi var bir-biri ilə. Və yaxud da tutaq ki, palıd sözünü deyirəm, palıd. Palıd sözündə mən pal deyə bu hissəni götürə bilmərəm kök kimi. Niyə? Çünki bu bizim birinci şərtimizi ödəmir. Birinci şərtimiz nə deyir? Deyir ki, kök kimi götürülən hissə dildə mövcud olmalıdır. Pal deyə bir sözümüz yoxdur bizim dilimizdə. Ona görə mən bu sözün kökünü pal deyə götürə bilmərəm və yaxud palı deyə götürə bilmərəm. Palıd götürəcəyəm birbaşa. Sözün kökü olacaq palıddan ibarət. Eyni zamanda köklə sözün öz əlaqəsi olmalıdır. Buna başqa bir nümunədə uşaqlara hər dəfə yazıram bunu. Məsələn, balıqlar sözünü.
Baxın, dilimizdə bal deyə bir söz var. Bunun kökünü bal kimi düşünən uşaqlar da ola bilər ki, məsələn, müəllim bal götürək bunu. Bu bizim birinci şərtimizi ödəyir. Birinci şərtimiz deyir ki, dilimizdə mövcud olan söz olmalıdır. Bəli, bal deyə bizim dilimizdə söz var. Amma fikir verin, görün ki, bu kök deyə götürdüyümüz hissə ikinci şərti ödəyirmi? Yəni bizim kökümüzlə, kök kimi götürdüyümüz hissə ilə, bizim götürdüyümüz hissə ilə sözün özünün, balıqlar sözünün bir əlaqəsi varmı? Balla balıqların bir əlaqəsi varmı? Xeyr, tamamilə fərqli-fərqli sözlərdir bunlar. Ona görə də biz bu sözün kökünü balıq deyə götürəcəyik. Niyə? Çünki balıqlar sözü ilə balıq sözünün bir əlaqəsi var bir-biri ilə. Ona görə də biz kök kimi balıq sözünü götürürük. Və yaxud da tutaq ki, çəmənlik sözündə kök kimi hansı hissəni götürməliyik? Çəmən sözünü götürməliyik, loqik şəkilçisi də leksik şəkilçi olaraq götürüləcək. Kök və şəkilçinin tapılması hissəsini güman edirəm ki, tam şəkildə anladınız uşaqlar. Burada yəni sözün kökünün tapılması qaydasını tam şəkildə anlasaz, artıq sizin növbəti hissələrdə, yəni morfologiyada məsələn nitq hissələrinin quruluşca növləridir, daha sonra başlanğıc formadır, bu tipli tapşırıqları eyni köklü sözlərdir. Bunları çox rahatlıqla tapa biləcəksiniz. Yadınızda qalsın ki, əsas bizim bölmələrimizdən, əsas dərslərimizdən biridir bu dərs. Bu dərsə çalışın ki, tam şəkildə mükəmməl öyrənə biləsiniz, mənimsəyə biləsiniz. Növbəti videomuzda isə sizə şəkilçilərin növləri, ümumi şəkilçilərin qrupları haqqında məlumat verəcəm. Sağ olun, hələlik.